Ayın 26-sı tarixində OTK sınağına salınmış. Gəlin bu blok sualına baxaq. Ədəd 2-də 1, 4-də 3 və 5 nisbətindədir. Böyük hissə verilmiş ədədin neçə faizidir? Gəlin bu kəsr formasında olan ədədləri tam ədədlə ifadə eləyək. Hər bir ədədi 4-ə vuraq. 2-də 1-i 4-ə vuranda 2 edər. 4-də 3-ü 4-ə vuranda 3 edər. 5-i 4-ə vuranda 20 edər. Niyə 4-ə vurdum soruşsaz, baxdım məxrəcdəki ədəd, ən böyük ədəd 4-dür. 4-ə vursaq səmərəli bir nisbət almış olacağıq. Və böyük ədəd, yəni böyük hissə 20-dir. Verilmiş ədəd deyəndə bunları toplamalıyam. 2, 3, 20. İndi böyük ədəd verilmiş ədədin neçə faizidir? Yəni, böyük hissəni ümumi ədədə bölüb 100%-ə vurmalıyam. Bu qədər sadə. İndi 20 bölünsün 25, vurulsun 100%. Burada 100 ilə 25 ixtisar gedəcək. 4, 4-ü də 20-yə vuranda 80% olacaq. Düzgün cavab B variantıdır.